Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil li veliyyekel fərəc. Məkasib kitabından 372-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehr və cadudan gedir. Və sehrə müxtəlif təriflər deyildi və sehrin neçə qismi var idi. O qismlərin bir neçəsini oxuduq, birinci məqamı oxuduq. Bugünkü dərsimiz ikinci məqamdan gedir. Buyurur, Əl-məqamus sani fi hukmil əqsamil məzkurə. İkinci məqam, sehrin qismlərinin, yəni o zikr olunmuş qismlərinin hökmündən bəhs olunur. Fənəqul, mərhum şeyx buyurur, deyirik ki, əmməl əqsamul ərbəətil mütəqəddimə minəl izah, buyurur, Fəxrul Muhəqqiqin izah kitabında sehrə ki 4 dənə qism nəql elədi, fəyəkfi fi hurmatiha, buyurur, o 4 dənə qismin haramlığında kifayət eləyər. Muzafən ilə şəhadətil mühəddisul məclisi, hələ ondan əlavə mühəddisin məclisinin şəhadəti əlavə olaraq fil bihar, bihar kitabında ki Əllamə-i məclisinin fikrini oxuduq və duxuliha fil mənəl məruf lil sehr ində əhl-i şər, buyurur Fəxrul Muhəqqiqinin izah kitabında sehrin 4 qisminin haramlığında kifayət eləyər. Nə kifayət eləyər? Ki Fəxrul Muhəqqiqin buyurdu, bunların hürməti zəruriyyat dindir və bunu halal bilən də kafirdir. Bu kifayət eləyir, amma bundan əlavə də mərhum məclisi, yəni Əllamə-i məclisi belə bir söz deyib biharda, bi duxuliha fil mənəl məruf lil sehr ində əhl-i şər və təşməluhəl itlaqat, yəni sehri mütləq haram bilən dəlillər hamısı şamildir. Dəvə Fəxrul Muhəqqiqin fil izah kovnu hurmətuha min zəruriyyət din. Yəni Fəxrul Muhəqqiqin izah kitabında ki dedi, bu sehrin 4 qismi hürməti, haramlığı, zəruriyyat dindəndir, bu kifayətdir. Və ənnə mustahilluha kafirun, və dedi ki, bu sehrin 4 qismini halal bilən də kafirdir. Elə bu kifayət eləyər bunların haramlığında. Və huvə zahirud durus əyzən, elə dinin zəruriyyatından olmaqlıq şəhid əvvəlin durus kitabından da zahir olur. Fəhəkəmə, və şəhid əvvəl hökm eləyib, yoxdal mustahilluha, bu sehri, bu qismlər ki nəql olundu, bunu halal bilən, bunun halal biləni öldürürlər, qətlə yetirirlər bunun halal biləni. Və in ləm nətməinnu bi dəvəl icmaatil mənqulə,
mərhum şeyx buyurur, baxmayaraq ki, bizim icmaat-ı mənquləyə itminanımız yoxdur. Bildiyiniz kimi, icma-i muhassal var, icma-i mənqul var. İcma-i muhassal odur ki, bir əsrin alimlərinin hamısının sözünü əldə eləyəsən. İcma-i mənqul budur ki, filan kəs bu icmada, bu məsələdə icma nəql eləyib. Mərhum şeyx buyurur, və in ləm nətməinnu bidəvəl icmaatil mənqulə. Baxmayaraq bizim itminanımız, etimadımız yoxdur. O şəxs ki, icmaat-ı mənquləni iddia eləyir, yəni icma-i mənqul gətirir. İlla ənə dəvə zərurətid-din və lakin şəhid-i əvvəl və fəxrul muhaqqiqin bunlar ki, iddia eləyiblər ki, sehrin qismlərinin hörməti, haramlığı zəruriyyat-ı dindəndir, mimmə yucibul etminan bil hökm. Bu iddia bir iddiadır ki, səbəb olur, insanın o hökmə itminanı olsun, etimadı olsun. Və ittifaqul uləma aleyhi fi cəmiyyəl əsar. Və bütün əsrlərdə uləmanın ona ittifaqı var. Uləma bu fikirdə həmrəy olublar, həmfikir olublar. Ona görə mərhum şeyx buyurur ki, Fəxrul Muhaqqiqinin elə o söylədiyi söz kifayət eləyər o sehrin 4 qisminin hörmətində, haramlığında. Buyurur, nəm zəkərə şarihun nuxbə ənə ma kana minət tilsimat müştəmilən əla izrarin əv tənvihi ələl muslimin əv istihanətin bi şeyin min hurumatullah kəl Qur'an və əb'azu və əsmaullahil husna və nəhvü zalik və huvə haramun bila reybin. Deyir, bəli, Nuxbə kitabının şarihi, Nuxbə kitabının şərh eləyən də belə bir şey zikr eləyib. Nə zikr eləyib? Buyurub, ənə ma kana minət tilsimat. O tilsimlər ki, müştəmilən əla ezrarin, zərərə şamildir. Yəni, bir tilsim eləyirlər ki, zərər verir. Əv tənvihi ələl muslimin. Ya tənvihin kəlməsinin mənasını qabaqda oxumuşuq. Yəni, bir şeyi qeyri-həqiqi göstərmək. Məsələn, bir dənə filiz götürür, onu qızıl kimi göstərir. Hilə. Əv tənvihi ələl muslimin. Ya bir dənə tilsim eləyə müsəlmanlar üçün. Gəlsin, bir şeyi qeyri-həqiqətində göstərsin. Əv istihanətu bi şeyin min hurumatillah. Ya Allahın bir dənə mötəbər bir şeyi kiçildə, ihanət eləyə, hörmətsizlik eləyə. Məsələn, kəl Qur'an, Qur'ana hörmətsizlik eləyə, Qur'anın cüzlərinə, surələrinə hörmətsizlik eləyə. Və əsmaullahil husna, Allahın gözəl adlarına hörmətsizlik eləyə. Və nəhvə zalik, və bunlara oxşar şeylərə hörmətsizlik eləyə. Və huvə haramun bila reybin. Şübhəsiz bu cür tilsimlər haramdır. Bu cür işlər haramdır
və qadağandır və dinimiz buna yol vermir. Bunu da Şarihun Nuxbə söyləyibdir. Sevaun odda minəs-sehr am la. Özdə fərqi yoxdur. Belə bir tilsimlər sehrdən hesaplansın, ya sehr hesaplanmasın. Yəni buna sehr desinlər və yaxud sehr deməsinlər. Hər iki təqdirdə bu haramdır və icazəli deyil. Elhamdülillahi Rabbil alemin.